Frida Kahlo deyəndə beyniniz ilk nəyi xatırlayır? Cavabınız sizi yox, yaşadığınız cəmiyyəti təsvir edə bilər. Psixologiyada buna əlçatanlıq hevristikası deyilir. Bu, hər hansı bir qərar verərkən beyinə ən tez və ən asan gələn məlumatlara güvənmə meylini ifadə edən koqnitiv qərəzlilikdir. Psixoloji nöqteyi nəzərdən bu mexanizm beynin enerjiyə qənaət edərək mental qısa yol yaratmaq cəhdidir. Bu cəhd çox vaxt real faktların təhrif olunmasına gətirib çıxarır. İndi Frida Kahlo haqqında düşünün. Bir çoxunun ağlına ilk olaraq Diego Rivera ilə münasibəti, xəyanətlər, biseksuallığı və şəxsi həyatı gələcək. Halbuki Frida 20-ci əsrin ən təsirli rəssamlarından biri idi. O, xroniki ağrını, psixoloji travmanı sənətin mərkəzinə gətirdi. Siyasi baxışları olan, cəmiyyətə münasibətini yaradıcılığı ilə ifadə edən bir sənətkar idi. Populyar mədəniyyət tarix boyu bir çox qadının yaradıcılığını, fəaliyyət və xidmətini kölgədə qoyub, filtrdən keçirərək kollektiv yaddaşda şəxsi həyatları ilə xatırlamalarına səbəb oldu. Bəlkə də bir qadın haqqında növbəti dəfə fikir formalaşdıranda özümüzə sual verməliyik. Mən bu qadını tanıyıram, yoxsa cəmiyyətin onun haqqında yaratdığı obrazı?